mübarək İslam Peyğəmbərinin ciyər parası olan xanım Zəhranın Mövlud günü münasibəti ilə hamımızı təbrik edirəm. Allah bizə o xanımın ziyarətini və şəfaətini nəsib eləsin. Xüsusilə xanımlar, sizi təbrik edirəm. Allah sizi xanım Zəhradan ayrı salmasın deyirəm. Adından məlum olduğu kimi Zəhra, yəni nur. Allah bu günlərdə yer kürəsinə bir nur və çıraq göndərir. O çıraq xanım Zəhradır. Həzrəti Peyğəmbərimiz buyurur: "Ya ruhiyəlləti beynə cəmbey." Zəhra mənim ruhumdur. Zəhra mənim canımdır. Allah xanım Zəhranı öz razılığının meyarı qərar verib yer üzündə. Kim bilmək istəyirsə Allah ondan razıdır yoxsa yox. Əgər bilə bilsə ki xanım Zəhra ondan razıdır, nəticə çıxarda bilər ki Allah da ondan razıdır. Bir meyardır yer üzündə xanım Zəhra. Allah bu qədər dəyər verib xanım Zəhraya ki hədislərdə var: "Yarda lirdaha." Kimdən xanım Zəhra razı olsa Allah ondan razı olar. Kimdən xanım Zəhra narazı olsa Allah ondan narazı olar. Xanım Zəhranı elə ağlamasının qabağını alan amillərdən biri də bu idi. Xanım Zəhra ki ağlayırdı Peyğəmbərdən sonra, ki şikayət edirdilər xanım Zəhra ağlamasın. Səsi bu qədər möhkəm ağlayırdı ki bütün şəhər gəlmişdi şikayət eləməyə. Orada səs faktoru deyildi. Orada xanım Zəhranın ağlaması idi. Ağlaması narazılığın əlaməti idi. Ağlaması ilə sanki deyirdi: "Mən narazıyam bu gedişatdan. Siz düz eləmirsiniz." Elə buna görə xanım Zəhranın ağlamasını ona çox görürdülər. Çünki ağlamaq narazılıq əlaməti idi. Bu aləmin sirlərini anlamaq istəyirsənsə, xanım Zəhraya ehtiyac var. Xanım Zəhranı anlamadan bu dünyanın sirrini, batinini anlamaq olmaz. Çox böyük iddia elədim, amma əlbəttə bu iddianın arxasında bir hədis dayanır. Hədis İmam Sadiq əleyhissalamdandır. Buyurur: "Mən ədrəkə Fatimə." Kim xanım Zəhranı dərk eləsə, ədrəkə leylətəl qədr. Qədr gecəsini dərk eləyər. Qədr gecəsi ki bu qədər əzəmətli bir gecədir. Və mə ədrakə mə leylətul qədr. Allah Quran-ı Kərimdə buyurur Peyğəmbər, Qədr gecəsi nədir? Nə qədər əzəmətli bir gecədir. Bu dünyanın sirlərindən biridir. O sirri anlamaq istəyirsən, İmam Sadiq deyir, xanım Zəhranı dərk etmədən mümkün deyil. Bu aləmin sirlərinin açarı kilidi Zəhradır. Təsəvvür edin, görün Peyğəmbər necə bir şəxsiyyət dünyaya təqdim edir. Peyğəmbər böyüdür, Peyğəmbər tərbiyələndirir və elə tərbiyələndirir ki sirlərin açarı olur. Elə bir şəxsiyyətdir ki xanım Zəhra sonda dünyanı abad eləyən şəxs, yəni dövrün imamı, xanım Zəhra haqqında danışanda belə buyurur, tərcümə edirəm sizə. Buyurur, Peyğəmbər qızı Zəhra mənim üçün bir nümunədir. Anam Zəhra yəni mənim üçün bir nümunədir. Yəni məni anlamaq istəyirsinizsə xanım Zəhranın həyatına baxın. Necə ki zuhurun müqəddiməsi Aşuradır, Aşuranın müqəddiməsi Fatimiyyədir. Aşuranı anlamadan zuhuru dərk eləmək olmaz, Fatimiyyəni dərk etmədən Aşuranı təhlil etmək olmaz. Məsələ gedir çıxır xanım Zəhraya. Deyirəm, Peyğəmbərin böyük möcüzələrindən biridir Zəhra. Sirdir xanım Zəhra. Sanki qəbri də buna bir mesajdır. Qəbrinin gizlin olması onun sirr olmasına sanki nişanədir.
Amma xanım Zəhranı dərk eləmək istəyirsinizsə, elə hamımıza sual verirəm, hamımız istəyiriksə, bir neçə yolu var. Amma tam dərkdən söhbət edirsinizsə, biraz qəliz məsələdir. Tam dərk biraz qəliz məsələdir. Onu tam dərk eləyə bilər Peyğəmbərin özü, imamlar, Əhl-i Beyt. Amma müəyyən qədər tanıya bilərsiniz xanım Zəhranı. Tanımaq istəyirsinizsə, yollarını deyəcəm sizə, necə tanıyaq xanım Zəhranı. Tanış olmağın yollarından biri budur, sözləri ilə tanış olun. Gedin xanım Zəhranı cümlələrində təfsir eləyin. Xanım Zəhranı cümlələrində tapın. Sözü onun özündən xəbər verir. Nəhcül Bəlağədə bir məktub var Malikəşlərə nisbətdir Əli əleyhissalamdan. Buyurur, Əli əleyhissalam həmən məktubda buyurur, Sədrul aqil sunduq sirrih. Ağıllı insanın qəlbi bir sandıqdır. Sir sandığı. Sənin qəlbin sanki bir sandıqdır, bağlanıb, qıfıllanıb, içi sirlərlə doludur. Bir qəlb ki, orada sir yoxdur, o qəlb deyil. Hansı sirdən söhbət gedir? Yəni ki, elə belə sirlərdən söhbət getmir. Bir qəlb ki, orada məarif yoxdur, bir qəlb ki, orada Allaha məhəbbət yoxdur, o qəlb deyil. Qəlb bir sandıqdır, bağlıdır ağzı, içi sirlə doludur. Ağıllı insanların qəlbi belədir. Amma həmən sandığın açarı insanın dilidir. İnsan danışdıqca sanki orada olanları çıxardır üzə. Eşitmişsiniz bu kəliməni, danış deyim sən kimsən. Doğrudan da insanı biraz danışdır, biləcəksən kimdir, nəçidir. Biraz amma səbirli qulaq as, təmkinli qulaq as. Tapacaqsan o kimdir, nəçidir. Yalancı ixlasla aparır özünü, doğrudan ixlaslıdır, doğrudan səmimidir, yoxsa həqiqətdə belə deyil, özünü belə göstərir. Biraz danışdırın, biləcəksiniz nə var, nə yox. Amma diqqətlə baxın da, sözlərində insanı tapa bilərsiniz. İnsanı sözlərində tapa bilərsiniz. Bu sandığın açarı insanın dilidir. Xanım Zəhranı tanımaq istəyirsiniz, sözlərinə baxın, hədislərə baxın. Fədəkiyyə xütbəsi var xanım Zəhranın. Çıxış eləyib xanım Zəhra, ictimai bir xütbədir. Çıxıb cəmiyyət qarşısında xütbə eləyib. Çox əzəmətli bir xütbədir vallah. Mən nə əyyamda deyə bildim, nə bugün danışa bildim, amma fikrimdə tutmuşam ki, gələn əyyamda nəsib olsa danışım ki, fədəkiyyə xütbəsini insan vardıqca içərisinə görürsən, nə qədər əzəmətliymiş bu xanım, nə sözlər işlədir orada ilahi, nə kəlmələr deyir. İndi alimlər yığışır, müctəhidlər yığışır, təfsir eləyir o kəlmələri ki, xanım Zəhra bunu deyir. Xanım Zəhranı tanımaq istəyirsə dualarına baxın. Dualarında daha çox açıb mövzuları. Addan istəyirsən məsumı axtarıb tapasan, dualarına baxın. Dualarında daha çox danışa bilib, daha rahat danışa bilib. Hədislərdə adətən qarşı tərəfi ki nəzərə alır, qarşı tərəfin tutumunu nəzərə alır, gəlir biri bir dənə sual verir, onun tutumuna uyğun cavab verir. Deyir ki, məsələn budur, cavab bu qədər. Biri gəlir amma bir sual verir, o qədər geniş cavab verir, o qədər dərinliyə varır. Siz elə bilmiyor ki, elə hər hədis ki deyilir, bəzi insanlar var orta təbəqə üçündür, orta təbəqə üçün deyilir. Bəzi insanlar var yüksək imana malikdir, onlar üçün bir başqa sözlər deyilir. Məsələn, bax 2 dənə sizə hədis deyim. Hədis var ki, haqq şirindir, bəzi yerlərdə var haqq biraz çətindir, yorucudur, acıdır. İndi şirindir, acıdır. O, orta səviyyəli insanlar üçün, orta səviyyədə olan iman əhli üçün haqq biraz acıdır, qəbullanmaq çətindir, eşidirsən adama ağrıdır, incidir, narahat edir, əməli biraz da çətindir. Amma yüksək imanın sahibləri üçün şirindir, çox ləzzətlidir. Ma rəaytu illa cəmila, gözəlliyi görmüşəm xanım Zeynəb-i Kərbəlada, gözəlliyi görür orada, yüksək imandır. Hədisdə var, çörək olmayan yerdə bir adamın çörəyi olmasa, yeməyi olmasa imanı əlindən gedər. Hamıya aiddir bu, bir qrup insanlara aiddir. Hər adam belə deyil ki.
Ona görə bir dənə qəşəng maraqlı bir hədis var. Allah deyir, bəzilərinə verirəm, ona görə verirəm malı, mülki, verməsəm dindən çıxar. Bəzilərinə vermirəm, ona görə vermirəm ki, verməsəm elə yaxşıdır, versəm dindən çıxar. Hələ bir cürdür. Bir dənə hədisi götürüb şüar eləməyin, dərinliyinə varmaq lazımdır. Hədisləri məsumlar deyiblər, təbəqələri nəzərə alıblar. Xanım Zəhra yaxınlaşıb sual verib, cavab verib. Hədislərdə araşdırırsınız, araşdırın. Hədislərdə qarşı tərəf nəzərə alınıb. Amma duada biraz açılıb, sinəsi açılır, sözləri deyir, Allahla danışır. Gedin dualarda xanım Zəhranı tapın. Çox maraqlıdır. Qəşəng dualarından biri idi. Mən neçə vaxtlarda baxırdım da, bugün də baxırdım, yazırdım, pozurdum. Dua budur, buyurur, vərzuqnə min fəzlikəl vəsi. Allahım, xanım Zəhra dua edir. Bizə dua eləməyi öyrədir. Belə dua eləyək. Allahım, geniş fəzlindən mənə ruzi inayət elə. Rəhmət çeşməndən mənə ruzi inayət elə. Allahım, səndən ruzi istəyirəm. Mənə ruzi ver. Özdə bütün vücudumu bürüyən biləcək ruzi ver. Bütün ehtiyaclarımı təmin edə biləcək ruzi ver. Yalnız maddi ehtiyaclarımı təmin edən ruzi yox. Mən təkcə bu bədəndən ibarət deyiləm. Mənim ruhum da var. Ruhumu da ehtiyacını təmin edən ruzini ver. Ruzi yalnız maddiyyatla ölçülmür. Hədislərdə var, vərzuqnə şəhadə. Allahım, şəhadəti mənə ruzi elə. Şəhadət özü bir ruzidir, Allahın ruzisi. Vərzuqnə ət-təcafi əndaril qurur. Allahım, bu dünyanın bağlılığından qopmağı mənə ruzi elə. Bu da bir ruzidir. Bəzi vaxtlar ruzi nəsə almaqdır insandan. Allah neysə insandan alır, özü bir ruzidir. O bağlantını əlimdən alır. Özü bir ruzidir. Ruzi gözü ilə baxa bilsək əgər. İnsan bir dənə mövcuddur, bir varlıqdır. Yalnız bu bədəndən ibarət deyil. İnsanın həyatı sonsuzdur. Bitmir və tükənmir. Sonsuz bir həyatımız var. Neçə yaşın var? 40 yaş. Bunun mənası budur ki, sonsuz həyatımın 40 ilini ötürdün. Sonsuz həyatımın, nəinki 70 ili. Sonsuz bir dənə yola çıxmısan, tükənmir və bitmir. Sonsuz yolun sonsuz ehtiyacları var, hamısını istəyir. Ona görə Quran-ı Kərimdə Allah görüncə danlayır. Deyir, bəzi insanlar var, üzün tutur mənə, deyir, Allahım, Allah səndən istəyim var, nə istəyirsən? Rabbena atina fid dünya. Allah dünyada mənə ver. Deyir, niyə belə dua eləyirsən, yalnız dünyanı ver mənə? Deyə bilmirsən, Rabbena atina fid dünya həsənətən və fil axirətin həsənətən. Həm dünya istəyirəm, həm axirət. Allah qınıyırsan ki, niyə az istəyirsən, niyə çox istəmirsən? Çox istədə məndən. Məndə yoxdur məgər? Sən elə 70 ili düşünürsən, sonsuz həyatını düşünmürsən. Sonsuz neymətlər istə məndən. Çox neymətlər istə məndən. Çox istə, çox verəcəm sənə, narahat olma. Gözün bir ruzisi var. Qəlbin bir ruzisi var. Əqlin bir ruzisi var. Gözün ruzisi baxmaqdır. İlahi nişanələri görməkdir. Ağlın ruzisi o ilahi nişanələrdən nəticə çıxartmaqdır. Allah bunu elə belə yaratmadı. Ruhun ruzisi, qəlbin ruzisi bu düşüncələri gördükdə, bu düşüncələrdən nəticə çıxartdıqda itaət eləməkdir. Qəlbin ruzisi itaətdədir. Qəlb o vaxt qidalanır ki, itaət edir. Qəlb Allah müqabilində itaət eləməsə, ruzilənə bilməz. Ruzidən məhrumdur. Deyir, vərzuqna min fəzlikəl vasi. Allahım, xanım Zəhra deyir, mənə geniş ruzuvu inayət elə. Çox istəyirəm səndən. Çox istəyirəm səndən. Özü də maraqlıdır. Fəzlinə sığınır Allahın. Rəhmətinə sığınır Allahın. Demir, ədalətinlə mənə ruzu ver. İndi xanım Zəhra bizə öyrədir də belə dua eləməyi. Biz Allaha deyək, ədalətinlə bizə ruzu ver. Ədaləti ilə davransa bizə çox şey düşən deyil bizə. Yaxşı ki, biz ilə rəhməti ilə davranır.
ədalətlə bizlə davransa, hər hərəkətimizə bir dənə cavab gələcək, inanın mənə. Hər baxışımıza, səhv baxışa bir dənə cavab gələcək. Hər bir dənə səhv sözə bir cavab gələcək. Hər an ki bihudə gedir, onun cavabı gələcək. Buna hazırsınız? Mən deyirəm, hazır deyiləm. Yaxşı ki, ədaləti ilə davranmır bizi ilə, rəhməti ilə davranır bizi ilə. Ona görə xanım Zəhra ön plana çəkdiyi ad fəzlidir Allahın. Allahım, ədalətinlə yox, fəzlinlə bizə ruzi inayət elə. Biz yoxsa neyniyərik? Allahın rəhməti olmasa biz neyniyərik bir bəşər olaraq? Heç nə. Bir yan gəlib çıta bilmərik ki. Ona görə cənnət əhlinin bir dənə duasını deyim. Quran-ı Kərimdə ayədir ya. Oxumusunuz, bəlkə də keçmişsiniz. Cənnət əhlinin sözünə bax, cənnətə daxil olanda. Və qalu elhamdülillahilləzi, həmd olsun aləmlər Rəbbinə, sadaqna və'dəhu. Allahın vədi gerçəkləşdi. Əvrəsənəl ərd. Cənnətin varisi elədi bizi. Maraqlı kəlmədir cənnətin varisi. Varis nədir bilirsiniz? Varis nədir deyim sizə? Bir var insan özü qazanır, sən olursan o qazandığı maliki. Bir də var bir insan atası dünyasını dəyişir, irs qoyur gedir. Sən o irsin olursan varisi. Varislə malikin fərqi budur ki, birincidə özün qazanmışdın, ikincidə ata qoydu getdi. Heç nə iş görmədin, qoydu çıxdı getdi. Cənnət əhli cənnətə girən kimi deyir, biz cənnətin varisi olduq ha. Yəni Allah verdin də bizə. Biz neynəmişdik ki? Biz nə iş görmüşdük ya? Sən bizi varis elədin. Yəni sanki heç bir zəhmət çəkmədik bu cənnət üçün, sən bizə bu cənnəti verdin. Bu sənin rəhmətindən qaynaqlanır. Sanki bu duada xanım Zəhra demək istəyir ki, Allahım, ruzinin sahibi sən özünsən. Hər şeyin bu dünyada sahibi sən özünsən. Biz ki qiyamət gün deyir, ya Məliki yevmiddin, qiyamət gününün sahibi sənsən. Elə bu dünyanın da sahibi odur da. Amma qiyamətdə insan bunu canı ilə görəcək ki, doğrudan da elə bu dünyanın, ahirətin sahibi odur. Ondan başqası deyil. Xanım Zəhra bu duada insanlara sanki başa salır ki, nəyin varsa onun sahibi Allahdır. Nəyin varsa sahibi Allahdır. Ola bilər cibindəki pul sənin cibindədir, amma həqiqi sahibi Allahdır. Sənin cibindəki pul sənindir, mənə nisbət. Mənim cibimdəki pul mənimdir, sənə nisbət. Sənin deyil, mənimdir. Amma Allaha nisbət baxanda Allahındır vallahi. Onun sənin deyil, onundur. Nə var onundur. Ona görə Quran-ı Kərim buyurur, atuhum min malillahilləzi atakum. Mənim verdiyimi ki vermişəm əmanət kimi süzdədir, hərdən verin. Bir neçə gün öncə bir hədis çıxdı qabağıma, yazdım, gətirdim sizə. Hədis budur, innəl miskin Rasulullah. Miskin bir insan Allahın elçisidir yer üzündə. Qapıya gələn miskin Allah adresi verib ki, ged o qapıya. Allah elçisidir. Çox maraqlıdır. Həqiqi miskindən söhbət gedir də, yalancılardan söhbət gedir. Minden deyim buradan. Daha o qədər peşə eləyiblər özünə, onlara adiyyəti yoxdur. Doğrudan bir nəfər həqiqi miskindirsə, sənin gəlib qapı döyübsə, onu adresi verən Allahdır, müğayət ol. Allah deyib, ged ora. İndi bax, Allah göndərdiyin qəbul edirsən, elə eləmirsən, eləmə özün bilərsən. Amma cibindəki də bir, belə deyim də, sənin də deyil, elə onundur. Allah özü verib saxla, indi kimsə göndərib ver ona. İndi bəşərdir də vermək istəmir, özü bilər. Gedib Allaha cavab verər. Ona xanım Zəhranın bir qəşəng cümləsi var, sözü var, buyurur, Hubbibə iləyyə min dünyakum səlas. Bu dünyavuzda 3 şey var, mənə çox xoş gəlir. Min dünyakum, özü də maraqlıdır, sizin dünyavuz ki var, xanım Zəhra deyir. Bu sizin dünyavuzda 3 şey çox xoşuma gəlir. Nədir xanım Zəhra? Tilavətü kitabillah, Allahın kitabını tilavət eləmək, çox xoşdur mənə. 1. İkinci buyurdu, vəl infaq fisəbilillah, Allah yolunda infaq eləmək. Bu da mənə çox xoşdur. Deyib də və yaşayıb da və edibdir. 3. Və nəzəru fi vəchi Rasulillah, Peyğəmbərin simasına baxmaq, bu mənə çox xoşdur. Bu dünyavuzda bu 3 şeydən çox xoşum gəldi. Yəni hər halda ruzini verən Allahdır. Hər halda ruzini verən Allahdır. Bəzi vaxtlar
Allah min heysu la yahtesib, Kur'an-ı Kerim buyurur, güman etmədiyin yerdən sənə verirəm. Allah deyir, sən buradan gözləyirsən, mən başqa yerdən verirəm. Çox maraqlıdır. Sən fikirləşirsən ki, bu dost sənə kömək eləyəcək, o eləmir, başqası. Heç gümanından keçməzdi, oradan göndərir Allah. Niyə Allah belə eləyir, həmişə bir yerdən gəlməsin? Ona görə ki, həmişə bir yerdən gəlsə, elə bilərsən, elə o verir. Allah hərdən dəyişdirir ki, o vermir, elə ona da göndərən mən idim. Sən biraz dərin bax məsələyə, öyrəşmirsən, elə oradan gələr, sən həmişə o verəcək. Xeyr, yerləri dəyişir Allah. Bu Allahın işlərindəndir. Xanım Zəhra dua edir, Allahümmə innə məğfirətəkə əvsa min zunubina. Allahım, indi günahkarları belə dua eləmək öyrədir. Günahkarlar belə dua eləsin. Allahım, günahlarım çoxdur, amma sənin məğfirətin mənim günahlarımın yanında çox-çoxdur. Sənin məğfirətini tərəzinin bir gözünə qoysaq, mənim günahlarımı o birisi gözəl, sənin məğfirətin ondan ağırdır. Bu danışmağın üslubu, belə danış. Məğfirət bilirsiniz nədir? Allahumma ighfir lana, hərdən deyirik, Allahım məni bağışla. Bu kəlməni izah edeyim bugün sizə, bu da hədiyyə olsun. Baxın, bir var əff eləmək. 3 dənə söz deyəcəm sizə, Qur'an-ı Kərimdən. Bir var əff, bir var səf kəlməsi, bir də var məğfirət. Əff eləmək bilirsiniz nədir? Bir nəfər bir nəfəri bağışlayır, qutardı getdi. Bundan üstün bir mərhələ var, buna deyirlər səf, Qur'an-ı Kərimdə gəlib. Bağışlayır, danlamır. Bəzi adamlar bağışlayır, sonra danlayır axı. Danlaya bağışlayır. İkinci mərhələ budur, bağışlayır və danlamır. Üçüncü mərhələdə var, ona deyirlər məğfirət. Həm bağışlayır, həm danlamır, həm də heç yanda danışmır. Allahım, məni bağışla kəlmək işlədir, ighfir lana, bunun mənası budur. Allah, məni bağışla, çox danlama, bir də açma bu eybimi. Ört bastır elə geçsin. Bax, üçü bir yerə yığışanda olur məğfirət. Hərdən insanları siz də belə bağışlayın. Həm bağışlayın, həm danlamayın, həm də heç yerdə danışmayın. Bunu eləyə bilirsiniz, Allah bundan, bu cür rəftar eləyəcək. Bu düsturdur da, düsturdur. Nə cür bəndələrlə rəftar edirsən, Allah səndən o cür rəftar eləyəcək. Qanundur bu. İnsanlarla davrandığımız kimi, həmən tərzdə Allah bizi ilə davranacaq. Bu Allahın qanunlarından biridir. Əff eləməyi bacarmaq. Hədis var ki, Əleyhisselam buyurur ki, o tərəzidə ki çəkiləcək, əməlləri insanlara çəkiləcək, o mənəvi tərəzidən söhbət gedir. İki əməl var ki, iki ibadət var ki, onu çəkmək mümkün deyil. Əl-əffu vəl-ədlu. Biri ədalətli olmaqdır, biri əff eləməkdir. Bunu tərəzidə çəkmək olmur. O qədər bunun ağırlığı var. Kim bacara bilirsə xoş halını. Davamında buyurur xanım Zəhra, və rəhmətükə ərca indəna min ə'malina. Allah, əməllərim var. Amma əməllərimdən çox sənin rəhmətinə inanıram. Əməllərim var. Yaxşı əməllərim var, misal. Amma yaxşı əməllərimdən daha çox sənin rəhmətinə inanıram mən. Mən əməllərimə güvənmirəm. Mənə sual versələr, nəyə güvənirsən? Deyəcəm, əmələ güvənmirəm. Amma Allah'a rəhmətinə güvənirəm. Əməlimə güvənə bilmirəm. Sonra buyurur xanım Zəhra, və vəffiqna lisalihil ə'mal və səvab fil fial. Allahım, salih əməli etməyi mənə nəsib elə. Bir var gözəl əməl, bir var salih əməl. Bunlar fərqli bir şeylərdir. Bir var əməlin özünün gözəlliyi, bir də var əməlin salih olması. Bunlar başqa bir şeydir. Salih əməl o əmələ deyirlər ki, o an ki səndən nə tələb olunur, o əməli edərsənsə deyərlər salih əməl. Ola bilər səndən tələb olunmayan əməli edirsən, belə baxanda gözəl əməldir, amma salih əməl deyil, gözəl əməldir. Evə getmirsən, anan səni hirsləndirib. O anın tələbi budur, get bir dənə üzündən öp, özünü sındır, əlindən öp, deyirəm məni bağışla. Gör o an eləyə bilirsən, yoxsa hirsli anında. Üstündən 2 gün keçəndən sonra keyfin kök, pulda gəlib bir yandan, yaxşıdır vəziyyət, girdin evə, ana gəl bir dənə səni öpüm, bu gözəl əməldir. Amma salih əməl 2 gün bundan qabaq idi. Onu eləyə bilirsiniz, gedin onu eləyib.
Bir var əməlin gözəlliyi, düz danışmaq gözəldir. Amma bəzi məqamlar var ki, orada düz danışma. Danışma da düz sözü heç demə. Vacib deyil ki, o düz sözü deyəsən. Xəstədir, can üstündədir. Məsələn, bir dənə xəstəlikdir. İndi ona qayıdıb deyəsən ki, sən 2-3 gün öləcəksən. Doğrudan deyirəm, məsələ bir xəstəlik. Düz sözdür, gözəldir düz danışmaq. Amma onun yeridir. Bəzi məqamlar var, deyiblər, yalan danış. Harada? 2 nəfəri barışdırmaq üçün. Sən düz danışmaq bizən gözəl əməldir, amma burada tələb bir başqa şeydir, onu elə. Hər anın öz tələbi var. Hər anın tələbini bir insan edə bilirsə, o salih əməldir. Edə bilmirsə, ola bilsin gözəl əməl eləyir. Gözəldir, salih deyil. İndi bilirsiniz niyə Quran-ı Kərimdə Allah elə hey deyir, salih əməllərin sahibi olun. Gözəl əməl eləməyə nə var ki? Salih əməl eləmək çətindir. İnnellezine amenu ve amilus salihat. Mənim bəzi bəndələrim iman gətirdi və salih əməllər elədi. Gözəldən ötə bir məsələdir salih əməl. Xanım Zəhra əlin qaldırır, deyir, ya Rəbbəl aləmin, salih əməlləri icra eləməyi mənə nəsib elə. O andakı xanım Zəhra ehtiyac var idi, Əli əleyhissalama kömək eləsin, xanım Zəhra əsirgəmədi. Fikir verdiniz? O anlardakı ehtiyac vardı, heç əsirgəmədi. Xanım Zəhranın bütün həyatı salih əməllərdən ibarətdir. Bütün həyatı. Bunu deyir və bizə də bu cür yaşamağı da tövsiyə eləyir. Siz xanım Zəhranı sözlərində axtarın, bir, hədislərində axtarın, dualarında axtarın, bir də həyat tərzinə baxın, həyat yaşayışına baxın. Xanım Zəhranın həyat yaşayışına baxsız, o özü də bir dənə insana xanım Zəhraya qarşı bir sevgi qazandıracaq. Mühüm məsələdir. Gedin xanım Zəhranın həyatını təhlil edin. Xanım Zəhra görün ailədə necə olub. Həyat yoldaşı Əli əleyhissalam onu çağıranda cavab deyib belə verərdi. Deyər, ruhi li ruhikəl viqa və nəfsi li nəfsikəl fida. Əli can, canım sənə qurban, eşidirəm səni. Arxasıcan buyurardı, Əli, hər halda sənin yanındayım, narahat olma. Hər halda yanındayım. Ailə var ki, belə deyək, həyat yoldaşının imkanlı vaxtlarında xanım yanındadır. Biraz kasıbladır. Yox, belə getməz. Xanımları xətrinə çox deyməyir, bayramıdır, keçək. Hələ bu kişilərə də aiddir da. Çox xanımlara deyməyir bugün. Gələk, insan o çətin anlarda da ola bilsin həyat yoldaşının yanında, o asan anlarda da, yaxşı rifahda da ola bilsin yanında. Xanım Zəhra bu cürlə nümunədir. Nümunədir xanım Zəhra, həqiqətən. Bütün həyat anlarına baxın, hər anı nümunədir. Gəlir bir nəfər sual verir xanım Zəhraya, sualı verir, qutarır, xanım Zəhra cavab verir. İkinci sualı verir, xanım Zəhra cavab verir. Üçüncünü verir, xanım Zəhra cavab verir. 10 dənə belə sual verir. Hamısını məhəbbətlə cavab verir. Ondan sonra deyir Zəhra xanıma ki, bağışda ola bilsin yordum səni xanım Zəhra deyir, narahat olma, bizə xoşdur. Bu dözüm, bu iradə, bu bacarıq, insan hələ hamiyə cavab vermək asandır məgər? Bu çətin bir şeydir. Bunu xətiblər bilər ki, doğrudan çətin bir şeydir. Qarşı tərəfdə onu nəzərə almalıdır. Hara baxırsınız baxın, övladı ilə tərbiyəsində, övladı ilə ünsiyyətdə. Görün, övladı ilə necə rəftar edir. Övladları necə nəvaziş edir, necə əzizləyir, necə baxır balasına.